ki, mən bu idman növü ilə məşğul oluram. Azərbaycan çempionatına 7 qızıl götürmüşəm. Mingəçevir reqatasında 2006-2007 təvəllüdlər üzrə ikinci yer götürmüşəm. Gələcəkdə inşallah hazırlaşıb Avropa, dünya və olimpiya yarışları üzrə yer tutmaqdır və qələbə qazanmaqdır və Azərbaycanın adını uzatmaqdır. Biz gələcək yarışlara hazırlaşırıq. Mingəçevir reqatasında, beynəlxalq reqatalarda iştirak eləmişəm. Ən axırıncı yarışda ikinci yer olmuşam. Beynəlxalq yarışlarda Mingəçevir reqatasında üçüncü yer olmuşam. Azərbaycan çempionatında 2 dəfə birinci yer olmuşam. Biz gündə 2 dəfə olmaqla məşqlərimizi hər gün davam elətdiririk. Suda müəyyən məsafələr keçirik və trenajör hərəkətləri edirik. Açıq Bakı çempionatında tək nəfərlik akademik hava çəkmə qayığında ikinci yerə layiq görülmüşəm. Və bundan sonra da digər xarici yarışlar və ölkə daxili yarışlara daha yaxşı nəticələr göstərmək üçün gündəlik məşqlərimizi davam elətdiririk.